Salam əziz 8-cilər. Bugünkü dərsimiz mətn üzrə iş olacaq. Gəlin dərsin planı ilə tanış olaq. İlk mərhələ motivasiya, tədqiqat sualı və mətnin məzmunu üzrə iş. İlk öncə belə bir suala cavab verək. Şagirdlər, Türk dünyasının ilk lüğəti sayılan əsər haqqında nələri bilirsiniz? Artıq cavablarınızı eşidirəm. İkinci, nə üçün Divan Lüğəti Türk ensiklopedi xarakterli əsər sayılır? Bu sual ətrafında fikirləriniz müxtəlif ola bilər. Mahmud Qaşqari mətnin oxusunu dərslikdən istifadə edərək oxuya bilərsiniz. Gəlin mətnin məzmunu ilə tanış olaq. Mətndə Mahmud Qaşqarinin həyatından, onun yaradıcılığından bəhs olunur. Türk tarixi üçün nə qədər əhəmiyyətli bir alim olduğu vurğulanır. Mahmud Qaşqari 1029-cu ildə Qaşqar elinin Azıq kəndində anadan olur. İlk təhsilini Qaşqarda Səcə və Ham mədrəsələri kimi elm mərkəzlərində almış, dövrünün elmləri ilə bərabər ərəb və fars dillərini mükəmməl şəkildə öyrənmişdir. O, 1058-ci ildə Bağdada getmiş, bir müddət orada yaşamış və Bağdad o zaman Səlcuqlar imperiyasının tabeliyində idi. Ərəblərin türkləri tanıması, onların adət-ənənələrini öyrənmək üçün dillərini başa düşməkdə çətinlik çəkirdilər. Mahmud Qaşqarda belə bir ideya yaranır ki, 10 il müddətində türklərin yaşadığı bir çox ərazilərə səyahət etsin və bu səyahət nəticəsində Divan-ı Lüğəti Türk ensiklopedik əsərini yazır. Bu əsər quruluş etibarilə lüğət olsa da, hikmətli sözlər, atalar sözləri, şeir, nəsr kimi nümunələrlə də zəngindir.